Bugün cümə günüdür, ağamız İmam-ı Zamanın günüdür. O Həzrətin zuhurunun təcilinə gəlişi ilə qəlbimiz, ruhumuz, dünyamız nura qərq olsun deyə sələvat edək. Allahümmə salli ala Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم لقد جاءكم رسول من أنفسكم عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رؤوف رحيم صدق الله العلي العظيم. Peyğəmbər alı Peyğəmbərə sələvat edir. Allahümmə salli ala Muhammed. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm qardaşlarıma, səsimizi eşidən ana bacılarıma. Allahdan diləyək, Allah bu günü cümləmizə bərəkətli qərar versin. Bildiyimiz kimi bugün cümə günüdür, cümə seyyidül əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən bərəkətli, ən nurani bir gündür. Və başlıcası o gündür ki, Quran və hədislərə istinad etdikdə sonuncu xilaskarımızın gəliş günüdür. O gün ki, o Həzrətin gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedib haqqın, ədalətsizliyin aradan gedib ədalətin, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək sülhün, əmniyyətin yer üzərində bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin.